Bax, bu ağac göbələyini necə əkmək lazımdır. Samanı əkmək. Yəni ağacı da sökmək olar. Belə samanı da qaynar suyla proporit deyirlər, eləmişəm. İçinə bircə qırıq. Mağazindən, marketdən alınmış göbələk də olar. Belə meşədən tapdığınız, həyətdən, oradan, buradan tapdığınız. Laf deyirsiniz ki, şəhərdə ağaçlar olur, çürümüş ağaçların yanında. Özüm görmüşəm. Əhmədli də yığmışam, gətirmişəm də. Hə, belə onu gətirib əkmişəm. Şəhərin içində maşın çoxdur. Yəni zəhər çoxdur, yığılır, eləyir. Ona görə onu yemədim, istifadə eləmədim. Prosto gətirdim, ağaca sürtdüm. Belə, biraz göbələk, biraz saman lazımdır. Yəni elə bir mikroblar var ki, bu göbələyin bitməyinə mane olsun. Bu çox təmiz göbələkdir. Yəni mikrob olan yerdə indi hansı mikrobları deyə bilmərəm, amma hər yerdə bitmir. Təmiz yer olmalıdır. Prozraçında da yəni şəffafı göstərmək də rahat olur. Ona görə siz göstər. Bura əkdim. Yadımdan çıxıb neçə gün gözləmək lazımdır. Belə bağlayıram. İşte burasından deşləkləyəcəyik. Görəcəm isti bir yeri, hamama ya da parnika. Görək nə qədərə göbələk yığacağıq. Bir kulokum, böyük kulokum olsaydı, böyük kuloku ilə yerə yaymağa, onun bütün hər yeri belə как щупальцы. Neçə yayılacaq ağab bax. Bunu da göstərəcəm, çəkəcəm size. Yəni göbələklər bu samanı yiyəcəklər, bitəcəklər. Qidalanacaqlar. Buradan hava alacaqlar. Bir de oradan buradan. İsti yerdə bu bitəcək belə. Dünən 21 dekabrda bu veşinka göbələklərini bu saman arasına yığdım. Bu gün ayın 22-si bu vəziyyətdədir.